Salam, hər birinizi xoş gördük. Ümidvaram yaxşısınız. Bugün sizlərlə qorxular haqqında danışacağıq. Videoya keçmədən əvvəl kanala abunə olmağı, videonu bəyənməyi və rəy yazıb dəstək olmağı unutmayın. Qorxular. Qorxular ümumiyyətlə nədir? Sizə mən onu deyim ki, qorxular ümumiyyətlə insanları həyatda idarə edir. Bizi idarə edir, şuur altımızı idarə edir, hərəkətlərimizi idarə edir. Amma əslində qorxular o qədər də qorxulacaq bir şey deyil. Nəyə görə? Əgər siz qorxularınızı kontrol altında saxlaya bilirsinizsə və onu idarə edə bilirsinizsə, o zaman burada heç bir problem yoxdur. Amma qorxular sizi idarə etməyə başladığı zaman artıq bu bir insan üçün uçurumdur. Məsələn, siz yolla gedirsiniz, baxırsınız ki, ətrafda bir binada təmir işləri gedir. Binanın ətrafına nə yazılır? Narahatlığa görə üzr istəyirik və siz baxırsınız ki, burada təmir işi gedir. Avtomatik olaraq düşünürsünüz. Mən buradan keçməyim, yaxınından keçməyim. Niyə? Birdən mənim başıma nəsə düşər. Mən xəsarət alaram, mənə nəsə olar. Burada qorxu dövriyyəyə girdi. Amma burada qorxunun işi nə oldu? Sizi qorumaq. Artıq qorxu bizə burada xidmət etməyə başladı. Amma digər yandan, əgər biz o qorxunu idarə eləməsək, qorxu başlasa bizi idarə eləməyə, o zaman insan necə? Depressiyaya düşəcək, otaqlığa qapanacaq, evdən çölə çıxmaq istəməyəcək, çıxaram başıma bu iş gələr, bunu alaram, filan şey olar. Bu, sizin həyatınızın bütün sahələrinə təsir göstərəcək. İstər pul, istər sevgi ki, zaten hər bir travmanın sonunda bir qorxu dayanır. Tamam, indi deyə bilərsiniz ki, necə qorxular? Məsəl üçün, insanın pul xərcləmək qorxusu var. Adam pulu xərcləmək istəmir. Niyə? Birdən pulsuz qalaram, ac qalaram, susuz qalaram. Sevməklə bağlı insanın qorxusu var. Nə qorxudur bu? Sevərəm, yenidən xəyanətə uğrayaram. Amma halbuki insan istəsə, bunun üzərində çalışa bilər. Nədən qorxur? Bir sevgini yenidən yaşamaqdan. Tamam, sən sevgi barədə qorxunu niyə özündə yaratmısan? Niyə yaranıb? Zamanında kimisə sevmisən, sənə xəyanət edib, aldadıb və sən yenidən o vəziyyətə düşmək istəmirsən. Və qorxursan yeni bir münasibətə başlamaqdan. Sən burada nə etməlisən? Sən o travmalarını həll etməyə çalışmalısan. Çünki həyatda başımıza gələn heç bir hadisə boşuna gəlmir və hər şey bizim xeyrimizədir. Bu gün nə qədər insanlar var, bir biznes qurur, itirir. Halbuki, burada qorxmaq lazım deyil, amma o yenidən qorxacaq ki, mən bir dəfə cəhd eləmişəm, zaten bu olmuyor. Əksərən də bu harda gəlir bizim başımıza, mən sizə onu da açıqlayayım ki, biraz biz uşaq olduğumuz zamanlar valideynlərin bizə atdığı, bilmədən atdıqları kodlardan irəli gəlir ki, məsələn, valideynlər həmişə deyirlər ki, böyüyün sözündən çıxma, böyüyün sözünə qulaq asmayan böyürə qalar. Bu el deyimidir, yəni bütün ailələrdə demək olar ki, bu var. Sən də uşaq vaxtı bu sözü eşitdiyin üçün avtomatik olaraq artıq sən böyüyürsən və sənin qorxuların olur ki, mən birdən böyüyə demərəm, sonra mən böyürə qalaram. Məsələn, gəlin götürək, bu hər bir insanın ailəsində olur ki, uşaq vaxtı valideyn deyir ki, təbii ki, bunu valideyn pis cəhətdən demir, deyir ki, bala üstünü ört yat, yoxsa xəstələnərsən. Həmin gecəni adam üstünü örtməyib yatır və xəstələnir. Artıq şuur altında bir kod var. Demək, mən üstümü örtüb yatmasam, xəstələnəcəm. Neçə yaşı olursa olsun, sizin şuur altınız o proqramda olduğu üçün sən nə vaxt üstünü örtüb yatmasan, avtomatik sən xəstələnəcəksən. Çünki sənin şuur altında bax o kod var. Və yaxud da ki, başqa bir məsələlər götürsək, insan bir addım atmaq istəyir, bir hərəkət eləmək istəyir. Ətrafdan başlayır təsirlər. Sən bunu bacarmarsan, sən bunu eləmərsən. Halbuki, sənin o ətrafda eşitdiyin o cümlələr, o sözlər, o insanların davranışları sənin daxilindəki qorxularındır.
Məsəl üçün biz zümrüd tabletlərinə baxsaq, keçmiş qədim zamanlarda miladdan öncə olan bir şeydir. Orada belə bir yazı var. Yəni o açıqlaması belədir ki, yuxarıda nə varsa aşağıda o var. Baxdığın mənəm, gördüyün sənsən. Ətrafınızdakı o sizin daxilinizdə olan qorxular ətrafınızda bax sizə yansıyır. Eləmə, neynirsən, sən nə iş görürsən? Nə danışırsan? Bacarmarsan. Ay yox, bunu sən belə eləmərsən, sonra nə olar? Bu kimi ifadələr eşidəcəksiniz. Bax, bunlar hamısı sizin qorxularınızın yansımasıdır. Nədən qorxursan? Oturmusan sən hələ 10 il, 15 il, 20 il sonra planını cızırsan, planlayırsan. Bəyəm sənin Allahla bir kontraktın var, mən 15 ildən sonra yaşayacağam deyə və yaxud 10 ildən sonra yaşayacağam deyə. Siz bu andan etibarən, bax bu videonu ki izləyirsiniz, buranı kəsirəm. Bu videonu ki izləyirsiniz, bu andan etibarən hər şeyi bir kənara qoyun. Oturun, düşünün. Mənim şuur altımda hansı negativ inanclar var? Əsasən də qorxularla bağlı. Çünki qorxular bütün sahəni əhatə edir. Bunun üzərində çalışmalısınız, işləməlisiniz, kömək almalısınız mütəxəssislərdən. Çünki sən nə qədər ki onu həll etməyəcəksənsə, qorxular səni idarə edəcək. Qorxular səni idarə etdiyi üçün də sən həyatda istədikləri əldə edə bilməyəcəksən. Necə ki, valideynlərin zamanında qorxuları var idi. Deyirdilər ki, bala üstünü ört, yat, xəstələnərsən. Bunu boşuna demirdilər. Övladı itirmək qorxusu, tək qalmaq qorxusu, əlimdəkini itirərəm qorxusu. Bax, bu cür qorxular sənə də yansıyır. Üzərində çalış, işlə, şuur altını dəyişdir. Sən şuur altındakı o proqramları dəyişdikcə, sənin bütün ətrafın dəyişəcək. Diqqətinizə görə təşəkkür edirəm.